Hər mövsümün öz istirahət növü var. Qış deyəndə də elə ağla, qarla əylənmək gəlir. Elə biz də soyuq havada necə əylənmək olar, onu göstərəcəyik. Şahdağda ilin əksər günlərində qar görmək mümkündür. Qışdan zövq almaq üçün ən gözəl məkanlardan biridir desək yanılmarıq. Qarlı yamaclar, təmiz hava və təbiətin enerjisi qışı əsl gözəlliyə çevirir. Eyni zamanda burada insanlar xizə simulyatorlarında da istifadə edə bilərlər. 3 yaşından 65 yaşına qədər insanlar qarın üzərində xizə sürməyi daha yaxşı öyrənirlər. 10 минут катания на симуляторе заменяет. Simulyatorda 10 dəqiqə sürmək dağ xizəyində keçən bütöv bir günü əvəz edir. Çünki bu fasiləsiz işləyən bir maşındır. Bunun sayəsində insan texnikanı daha tez mənimsəyir. Dağ xizəyində biz sürürük, sonra dincəlirik, çay içirik. Burada isə yüklənmə daha çoxdur, amma nəticədə daha yüksəkdir. Yəni xizəyi ilk dəfə görən biri üçün 3 gün ərzində hər gün yarım saat məşq etməklə tam şəkildə xizə üzərində dayanmaq və traslardan enmək mümkündür. Şaxdağa gəlmişəm, xizək sürürəm. Belə bir günü buraxmaq istəmirəm. Çox gözəl təəssüratlar olur. Xizəkdən snowboarda keçmişəm indi. 59 yaşında keçmişəm ora. Keçən il snowboardda 45 plusda birinci yer tutmuşam. Heydər Əliyev kubokunu almışam. Burada qış olsa da soyuğu hiss etmirsən. Fərqli atraksiyonlar, aktiv istirahət və adrenalin insanın ruhunu isindirir. İndi isə biz kanatdayıq. Bir tərəfdən dağların möhtəşəm mənzərəsi, digər tərəfdən isə adrenalin dolu anlar yaşayırıq. Bura təkcə yerli yox, əcnəbi turistlərin də marağını çəkir. Şahdağ is really very nice. Şahdağ həqiqətən maraqlı yerdir, otelləri yaxşıdır, hava da çox gözəldir. Biz bura qarda əylənmək üçün gəlmişik. Qonaqpərvərlik yüksək səviyyədədir. Меня зовут Dastan. Mənim adım Dastandır. Qazaxıstanlıyam. Aktaudan gəlmişəm. İlk dəfədir Şahdağa gəlirik. Burada hər şey gözəldir. Yaxşı istirahət edirik. Hər şey əladır. Mənim adım Ramazan. Mənim adım Ramazandır. Burada maraqlı atraksiyonlar var. Kanata minmişəm, xizək sürmüşəm. Şahdağı çox bəyəndim. Mediaturda istirahətlə yanaşı turizm mərkəzinin gələcək planları barədə də məlumat verildi. Növbəti illərdə turistləri bir sıra yeniliklər gözləyir. Bununla yanaşı beynəlxalq yarışların da keçirilməsi nəzərdə tutulub. 2026-cı ilin qış mövsümü ərzində 10 kilometr yeni xizək yamacları və 2800 metr uzunluğunda olan yeni 10 nəfərlik monogondola tipli kanat yolu fəaliyyət göstərəcək. Beynəlxalq yarışlarla bağlı deyə bilərəm ki, mart ayında Beynəlxalq Xizək və Snowboard Federasiyasının təşkil etdiyi Dünya Kubokunun Mogul növü üzrə final mərhələsi məhz Şahdağda keçiriləcək. Bundan əlavə olaraq bildirmək istəyərdim ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının təşkil etdiyi Avropa çempionatı və Dünya Kuboku da mart ayının əvvəllərində Şahdağda keçiriləcəkdir. Məlumat üçün bildirək ki, bu il Şahdağ turizm mərkəzini 300 min turist ziyarət edib. Onlardan 170 mini otellərdə gecələyib. Mərkəzin genişləndirilməsinin 5-ci mərhələsində 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılması, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşası, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsi nəzərdə tutulub. Sevinc Əliyeva, Zemfira Rəcəb, Suada Qulyeva.